Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm, bax bu erkək erkəyi döyür deyə aman vermiş, İstədim çəkəm sizə lal ördəklərimi görsədəm. Orada qazımız var. Həmçinin istədim bugün bir mövzuya toxunam. Deməli əziz izləyicilər, lal ördəklər nə qədər yumurta verirlər. Deməli əziz izləyicilər, Lal Ördəklər TV kanalında var idi. Ancaq baxıram ki, bu Quşlar TV-də də çox belə deyək də abunəçilərimiz çox yazır ki, lal ördək nə qədər yumurta verir, neçə dənə yumurta verir. Ona görə bugün də istədim bu haqda belə deyərdim, video çəkəm, paylaşam. Deməli əziz izləyicilər, videomuza keçməmişdən öncə, yəni mövzumuza başlamamışdan öncə artıq dərəcədə sizdən xahiş edərdim ki, kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımıza da like qoyun. İndi əziz izləyicilər, keçək mövzumuza. Deməli, lal ördəklər nə qədər yumurta verir? Deməli, əziz izləyicilər, bu lal ördəyin deməyəcəm, sortuna baxır, yəni rənginə baxır. Ancaq lal ördəklər yəni fərqli yumurta verir. Eləsi var 9 dənə verir, yəni 9 dənə yumurta kürt yatır. Eləsi var misal üçün 11 dənə, 13 dənə, 15 dənə, 17 dənə, hətta belə deyərdim, bax, oraya çəkərən kimi görürsünüz. O birisi uca aman vermir. Yəni düz 21-ə kimi yumurtayıb yata bilərlər. Yəni sözü nəyə gətirmək istəyirəm? Yəni bu ördəklər müxtəlif olurlar da, yəni müxtəlif yumurtalar verirlər. Bəzi 9 dənə yumurtayıb da yata bilər, bəzi isə belə deyək 21-ə kimi yumurta verə bilərlər. Çünki indi əziz izləyicilər, bəzi abunəçilərim yazır ki, bizimki hələ yumurtayır. Məsələn, bir dənə, iki dənə lal ördəyimiz var, yumurtayır, hələ ancaq yatmırlar. Əziz izləyicilər, təbii ki, onlar misal üçün illəri var, bəxt dediyim kimi 21 dənə yumurta verir. İndi sizdə də onlar bəlkə də belə deyək də yumurtayacaqlar hələ ki. İkisi bir yerdə 41-42 yumurta verəcəkdir. Ona görə hələ yatmırlar. Siz onlara dəyməyin. Siz onlara ümumiyyətlə yuvaq hazırlayın. İndi mən hazırlayacağam. Yəni çəkib onları da sizinlə paylaşacağam. Yəni yuva hazırlayın və qoyun orada yumurtasınlar. Məsələn, bir dənədir, iki dənədirsə dişilər. Çalışın özdə 50-ki ayrı-ayrı yerdə yumurtasınlar. Və yumurta yığılanda məsələn 10 dənə, 15 dənə, 20 dənə belə deyək, o özü yatacaqdır. Yəni lal ördək yatacaq. Lal ördəyi başlı başına buraxmaq lazımdır. Buna vaxt dalaşırlar. Lal ördəyi başlı başına buraxmaq lazımdır. Yəni lal ördəyi ay getdim, baxdım, yumurtasını götürdüm, filan beşməkin eləmək lazım deyil. Yerini hazırlayırsınız, yemini versiniz, suyunu versiniz, özü başlayacaq yumurtamağa, özü başlayacaq tütləşməyə və kürt yatmağa. Yəni şeyləmisiniz da, gedib maraqlanmısınız ondan. Lal ördək elə ördəkdir ki, onu başlı başına buraxmaq lazımdır. Özü hər şeyi ruslar demişlər, samostoyatelni eləyəcəkdir. Yəni özü öz başına eləyəcəkdir. Yəni yerlərini hazırlayırsınız, yemini versiniz, suyunu versiniz və özləri belə deyək də 9 dənə də yumurtayıb yata bilərlər, 15 dənə də yumurtayıb yata bilərlər, 21 dənə də. Yəni bu lal ördəyin özündən asılıdır. Sırf onu heç kim deyə bilməz ki, filan məsələn, filan lal ördək 15 dənə yumurtayacaq, 13 dənə yumurtayacaq, 12 dənə. Bunlar fərqli olurlar. Ola bilər ki, misal üçün birinci ili məsələn bu ördəkdir, o birisi ördəkdir, 9 dənə yumurtayıb, ikinci ili 11 dənə, o birisi ili 15 dənə, 20 dənə. Yəni ola bilər. Amma elə də ola bilər ki, misal üçün birinci ili məsələn 17 dənə bu yumurtayıb ki, o birisi ili 13 dənə yumurtayıb yata bilər. Yəni bu lal ördəklər belə deyərdim, fərqli olurlar. Bax, gedir o üzə o birisini incitməyə. Yəni fərqli olurlar yumurta verimindən. Ona görə heç kim deyə bilməz ki, sırf lal ördək nə qədər yumurta verir. 15 dənə də verə bilər, 9 dənə də verib yumurtayıb kürt yata bilər, ondan sonra 17 dənə, 19 dənə, 21 dənə, yəni ən çoxu məncə 21-ə kimi olur, ondan çox düzdür 22 zat belə ola bilər, bir dənə, iki dənə belə, ancaq ən çoxu 21-dir və ən azı da 9-dur, yəni 9 dənə yumurtayıb bu lal ördəklər
belə deyərdim, yatırlar. Ona görə indi çox suallar verilir ki, lal ördəklə neçə yumurta yumurtlayıb ondan sonra yatır. Əziz izləyicilər, yenə deyirəm, onu heç kim dəqiq deyə bilməz. 9 dənə də yumurtlayıb yata bilərlər, 11 dənə də yumurtlayıb yata bilərlər. Həmçinin 13, 15, 17, 19, 21. Yəni baxır lal ördəyin belə deyərdim, yumurtamağına, yatmağına. Ona görə heç kim dəqiq deyə bilməz ki, lal ördək bu qədər yumurtayıb belə deyək ki, yatacaqdır. Hərəsi bir cür olur. Ona görə siz lal ördəyə bəxt dediyim kimi yerlər hazırlayın və başına buraxın. Özləri yumurtayıb 15-20 belə yatacaqdır. Yəni əl vurmayın. Yumurta çalışın, bir də elləyin ki, ikisi bir yerdə yumurtamasın da. Çünki belə deyək, bir yerdə yumurtanda bir yatacaqlar, belə deyim, sonra da şey olmayacaqdır, yəni yaxşı çıxartmayacaqlar. Ona görə lal ördəkləri çalışmaq lazımdır ayrı-ayrı, yəni elə yerlər hazırlamaq ki, ayrı-ayrı yatsınlar, ayrı-ayrı da çıxartsınlar. Ona görə bir yerdə eləmək, yəni belə deyək də, bir yerdə yumurtlayıb onların bir yerdə kürt yatmağı heç də düzgün deyil. Yəni belə əziz izləyicilər, bax bugün də istədim bu mövzuya toxunam. İndi inşallah gələcək videolarımda lal ördəklər haqqında videolar çəkəcəyəm. Həm burada, həm Lal Ördəklər TV-də 2 ördək bir yerdə yatmasın deyə nə etmək lazımdır, o haqqda videolar. Ondan sonra digər məlumatlar olacaqdır. Həm burada Quşlar TV-də, həm də Lal Ördəklər TV-də, təbii ki, Kənd Heyvanları kanalında da yenə böyük buynuzlu heyvanlar haqqında məlumatlar gələcəkdir. Kənddə çəkilişlərimiz təbii ki, burada da olacaqdır inşallah. Allahın belə deyək istəyi ilə. Yəni belə məlumatlar gələcəkdir. Həmçində mənim o bir yığın kitablarım var. Hər dəfə deyirəm, ancaq o kitablardan sizə məlumatlar vermirəm. Çünki o kitablarda çox gözəl məlumatlar var. Xəstələnəndə toyuqlar, ördəklər, cücələr hansı dərmanları vermək lazımdır. İnşallah onları da orada bölüşüb sizinlə paylaşacağam. Yəni belə. Bir də nə deyəcəkdim də əziz izləyicilər, orada yer hazırlayıram. Deməli, bir bu erkəyi, karışlı erkəyi və 3-4 dənə də karışlı fərə var. Bir salacağam. Bu qaranla da bu bozlar bir qalacaqdır. Yəni 4 dənə. Və çalışacağam ki, bunlara da artıq vaxtlardır, biraz gecikirlər. Belə deyim, toyuğu yumurtadan yem verəcəyəm. Çünki başlasınlar. Cəmaətin ki, kürt yatıb, amma mənkilərlə başlamayıbdır. Erkəklər bir-birini döyürlər, nə bilim, yəni bu qara o birisini döyür, əvvəl o döyürdü, indi bu döyür, biraz yer fərələr şey olur, ona görə ayırmaq lazımdır ki, həm erkəklər bir-birinə dəyməsin, çünki bu, yəni gələn videomda bu haqda danışacağım, tütləşməklərinə də mane olacaq, o onu qoymayacaq, tütləşməyə bu bunu, şeydə isə dişilər də bir-birinin yumurtlamağına mane olacaqdır. Yəni bu haqda gələn videolarımda video çəkib paylaşacağam. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videomuza da like qoyun. Sağ olun, salamat qalın.